Bu dərsimizdə parent və children elementləri öyrənəcəyik. Index.html-də bizim ən vacib bilməli olduğumuz şərt ondan ibarətdir ki, burada uli etiketi parent element, li etiketləri isə uli etiketinin children elementləridir. Body etiketi parent element, uli etiketi body'nin children elementidir. Yəni bu şəkildə kodlar uzandıqca bir-birinin parent və children elementləri hesab olunmuş olur. Bu gedişatdan istifadə edərək developerlər JavaScript-də belə bir kod yazıblar. İndi konsola li.parent element yazdığımız zaman konsola uli etiketi gəlmiş olacaqdır. Burada uli etiketi valideyn etiketi olduğuna görə biz burada valideyn elementi çağırmış olduq və uli etiketini bu şəkildə geriyə qaytarmış olduq. İndi mən bunu bir dəyişkənə əlavə edim. Parent bərabərdir li yazıram və konsola parent nöqtə children yazıram. Baxın, qarşımıza HTML collection şəklində li etiketləri massiv içərisində bu şəkildə yazılmış oldu. Biz HTML collection'da keçmişdik keçən dərslərimizdə. Bunların istifadə qaydasını da öyrənmişdik. İndi parent elementi ilə children elementi başa düşdük. Gəlin digər kodlar ilə də tanış olaq. Misal, mən gəlirəm burada uli etiketini seçirəm. Query selector ilə. Daha sonra konsola bunu silirəm. Uli nöqtə first element child deyə yazıram. Bizə qarşımıza birinci etiketi yazdırmış olacaqdır. Yəni bu etiketi bizə geriyə qaytaracaqdır. İndi mən gəlib burada last element child seçdiyim zaman burada da sonuncu elementi, baxın bu şəkildə üçüncü elementi geriyə qaytarmış olacaqdır. Bu da first element child və last element child özəlliyidir. Digər metodumuz next element sibling və previous element siblingdir. İndi mən gəlirəm burada first element yazıram və li etiketini seçirəm. Və konsola li nöqtə next element sibling deyə yazıram. Burada xəta baş verdi. Üzr istəyirəm. Li yox. First element. Nöqtə next element sibling yazıram. Və baxdığım zaman baxın, ikinci li etiketini bizə qaytarmış oldu. İndi hal-hazırda query selector ilə birinci etiketi seçmişik, düzdürmü? Next element sibling deyərək bunu özündən sonraki dəyəri, yəni elementi qaytarmış olduğunu bu şəkildə göstərmiş olduq və konsola ikinci li etiketi gəlmiş oldu. Bəs previous element sibling nədir? Gəlirəm bunu bir dəyişkənə əlavə edirəm. Burada const second element yazıram. İndi konsola second element nöqtə previous element sibling yazıram. Və qarşımıza baxın, birinci etiketi gətirmiş oldu. Hal-hazırda second element ikinci li etiketdir. Və previous element sibling deyərək bir əvvəlki elementə, yəni li etiketinə qaytarmış olduq. Bu şəkildə next element sibling və previous element sibling ilə childrenlar arasındakı keçidləri də bu şəkildə etmiş olduq. Əgər mən misal first element hal-hazırda birinci li etiketdir. Gəlib burada konsola first element
nöqtə previous element sibling yazdığım zaman baxın null dəyərini görmüş olacaqdır. Çünki previous element sibling ümumiyyətlə element sibling sadəcə childrenlar arasında, yəni mən gəlib burada valideyn etiketi bu şəkildə seçə bilmərəm. Əgər parent elementə, yəni ul etiketində seçmək istəyiriksə, bayaq öyrəndiyimiz parent element metodundan istifadə edəcəyik və yaxud da ki closest metodundan istifadə ediləcək. Və mən bura ul etiketini yazdığım zaman qarşımıza ul konsola ul etiketi gəlmiş olacaqdır. Closest ən yaxın olan etiketi qaytarmış olur. Yəni bu misal indi hal-hazırda L etiketindən başladıq və valideyn etiketi, yəni ul etiketini seçdik. Biz L etiketindən başlayıb body etiketində closest metodundan seçə bilərik. Gəlirəm burada body yazıram və bizə body'ni qaytarmış oldu. Yəni closest ən yaxın olanı axtarır. Misal body yazdığımız zaman ul-dən keçmiş oldu və body'ni bu şəkildə qaytarmış oldu. Yəni closest metodu ən yaxın olan elementi qaytarmış olur. Gələn növbəti dərslərimizdə görüşənə qədər özünüzə yaxşı baxın. Hələlik.